gözəl, bundan canlı, bundan yaşayan bir hediye ola bilməzdir ki, siz bütün bunların fövqündə bir şey verdiniz. Bu bizim dünya durduqca bu mahnı, sözlər, musiqi yaşayacaq. Ancaq təşəkkür edə bilərəm. Çox sağ olun, çox təşəkkür ederim. Mən sizdən bir dənə də mən hediyə sizə, əsasda mənim böyük proyektimdir bu. Verin. Bunu da mən sizdən təqdimatı sizə edəyəm. Bu opera Eşqin 7 şəhəri. Çünki bilirsiniz də, anaların da böyük aşiq anadır da, ana ya birinci aşiqdir. Mən bunu hediyə edirəm sizə. Bu 5 dilədir və belə deyim ki, səy etmişəm ki, anamın dediklərinə, anamın istəklərinə tabi olan və itaət eləmiş olub. Çox sağ olun Mənsur bəy. Həqiqətən mən kitab haqqında kiçik bir məlumat bayaq verdiniz. Az məlumat verdiniz əlbəttə. Amma ayrı-ayrı obrazların adlandıranda sonunda bir mükəmməl ifadəsi oldu məndə. Yəni siz çox mükəmməlsiniz, bayaq dediyim həmin filosofsuz. Bunlar da hər kəs içərisində ardınca, bir-birinin ardınca mükəmməlliyə gedən, zirvəyə qalxan o xətti belə bu cür ardıcıl aparmaq da hər kəsin işi deyil. Bir daha sizə təşəkkür edirəm, minnətdar edirəm, var olun. Sağ olun. Daha çox yazın, yaradın. Fəxrimizsiniz, qürurumuzsuz. Sağ olun. Çox sağ olun. İstəyirəm Sevinç bacıdan da bir dəvət edəyəm. Olur. Sevinç bacı da çox, yəni bu əlaqələrdə Dəyərli bir insandır bəli. Çox sağ olun. Sevinç bacım da, özünüz bilirsiniz, operamda Təbrizdə gördünüz, mən ad apardım. Operalarımın neçə yazısında, dilşünaslıqda məndən yardımcı olublar və vaqəən Azərbaycanımızın fəxridirlər. Və Mahirə xanımı da görüşünüzü, imkanlarını vaqəən, yəni mən sizdən çox səmimi ürəyimlə sizdən təşəkkür edirəm Sevinç xanım. Çox sağ olun. Yəni vaqəən dəyər verdiniz bizim bu Hörmətli Mahirə xanım, vaqələrimiz. mən əvvəla sizə təşəkkür edirəm ki, siz bu vaxt tapdınız, imkan tapdınız, sizin bir çox işləriniz var. Siz bizim Azərbaycanımızın görkəmli həm ictimai siyasi xadimi, həm Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, hamının sevimlisi, həm də hamının belə deyəcək bir dərd ortaqsınız. Kimin çətinliyi olur, kimin narahatlığı olur, mütləq gəlir və sizin o nurunuzdan, o nur simanızdan bir pay alır, bir töhfə alır, həm də rahat olur sizlə məsləhətləşəndə, sizin tövsiyə və təkliflərinizi eşidəndə. Mən də Mənsur bəyi bir layihədə mənə müraciət olunmuşdu ki, onun özü də dediyi kimi o əsərlərinin dil xüsusiyyətləri ilə bağlı müəyyən tövsiyələrimizi verək və tanıdım, çox şad oldum. Eyni zamanda Azərbaycanımızdan da daha yaxşı yazılar, şeirlər istəyəndə mən dedim ki, özü də sizin şeirlərinizlə tanış idi və mənə deyəndə ki, mən belə bir imza, Mahirə Nağıqızı imzası, dedim ki, siz elə bir imzalanan, elə bir, yəni belə deyək də, şeir boğçasına, şeir dünyasına qədəm qoymusunuz ki, heç oradan çıxa bilməyəcəksiniz. Və doğrudan da hər dəfədə deyir ki, mən bunu oxudum, bu şeiri mənə göndərir, təsirlənmişəm bu şeiri və hamımızın da bir ana dünyamız var ki, hamımızın ümumi bir ortaqlığımız var ki, bax Mənsur bəy bəlkə də daha çox kövrək edən, bəlkə də daha çox o yazmağı da o xüsusi, yəni xüsusiləşdirən onun bəstələrinin, onun musiqinin bax o. Mən çox fəxr edirəm, çox qürur duyuram ki, mən də bu görüşdəyəm. Bir daha sizə təşəkkür edirəm Mahirə xanım. Və biz bundan sonra Mənsur bəyin belə deyək bəstələrində Mahirə Nağıqızı sözünü, onun səmimiyyətini duyacağıq. Mən də buradan Cənubi Azərbaycana, Azərbaycanlı qardaş bacılarımıza salamlarımı çatdırıram və çox sevinirəm ki, çox böyük bir bizim üçün tarixi gündür ki, biz bu günü yaşadıq. Çox sağ olun. Çox təşəkkür edirik. Dəyərli izləyicilərimizə üçümüz də birlikdə salam göndəririk. Çox sağ olun.